no longer allowed to have a social media account. Dünyada ilk dəfə Avstraliyada yeniyetmələrin sosial mediadan istifadəsi qadağan edildi. Dekabrın 10-dan etibarən yaşı 16-dan aşağı olanlara sosial media hesabı açmağa icazə verilməyəcək. TikTok, YouTube, Instagram və Facebook platformalarına uşaqları bloklamaq göstərişi verilib. Əks halda bu platformalar $3 milyon cərimə ödəməli olacaq. Bugün təkcə TikTokda 200 min hesab artıq bloklanıb. Önümüzdəki günlərdə bu rəqəmlər artacaq. Avstraliyada valideynlər bu addımı alqışlasa da, yeniyetmələr sosial mediasız həyata adaptasiyadan narahatdılar. It's just kind of like pointless. Like it's just like we're just going to create like new ways to get on these platforms. Yeni qanunun təxminən 1 milyon uşağa təsir göstərdiyi deyilir. Bir sıra başqa ölkələrdə bu modeli araşdırmağa başlayıb. Bəs Azərbaycanda da eyni qadağa olmalıdırmı sualını klinik psixoloq Fuad Əsədova ünvanladıq. O deyir ki, sosial medianın mənfi tərəfləri olduğu kimi, düzgün istifadə edildikdə bir o qədər də müsbət tərəfləri var. Düzdür, ekran müddətinin azalması və kiber təhlükəsizlik, uşaqların sosial mediadakı bullyingə məruz qalması məsələləri baxımından effektivdir, faydalıdır bu qanun. Amma nəzərə alsaq ki, Bakıdan kənarda yaşayan, bölgələrdə yaşayan uşaqlar bir çox hallarda sosial media vasitəsilə müəllim tapa bilirlər ya da hansısa məlumatları tapa bilirlər, bilgi alış-veriş eləyə bilirlər. Sosial mediaların onlara bağlanması bu zaman mənfi nəticə verəcək. Dolayısıyla hər hansı bir yerdə belə bir qanunu icraya qoymaq üçün əvvəlcə o ölkənin ya da o şəhərin strukturlaşması lazımdır bu məsələdə ki, bunun bağlanması problemlər yaratmasın. Psixoloq düşünür ki, bu tip qadağalar qoymaq əvəzinə müəllim və valideynlərin uşaqlar üzərindəki nəzarəti, tərbiyə və təbliğat işləri daha sistemli olarsa, sosial medianın zərərləri də minimuma endirilər.